Bugünkü mövzumuz qrup daxilində hər bir nümayəndə seçirsiniz özünüz üçün. Bir nəfər nümayəndə seçin indidəndən. Tədqiqata çıxacaqsınız, yəni təqdim eləyəcəksiniz. Gəlirəm dəyişim. Birinci qrupun təqdimatı. Dağların ən mühüm silsilələri Şah Dağı, Murad Dağı, Şərqi Göyçə, Qarabağ dağları, Naxçıvan ərazisində yerləşən Zəncəzur və Dərələyə silsilələri. Hansı əraziyə aid? Davam elə. Talış dağları, Peştərəs, Murad, Peştəsər. Murad, Kömür Dağı, Qız Yurdu, Cənub Şərq Qurtarca dağında yerləşir. Davam elə. Böyük Qafqaz, Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanır. Araz çayının solu, Sədərək Böyükgöl, Naxçıvan, Yayla, Şərur, Ordubad, Araz boyu, Araz mayili düzənliyəndə uzanır. Birinci qrupun təqdimatı tamamlandı. İkinci qrup buyurun. İkinci qrupda Kiçik Qafqazda, burada Şah Dağı, Murad Dağı, Qarabağ dağları və s. yerləşir. Talış dağlarında ən yüksək, ən hündür zirvələri Kömürköy 2493 metr və Qız Yurdu 2430 metr talış silsilələrində yerləşir. Ondan sonra Böyük Qafqaz ən yüksək zirvəsi Bazardüzdür 4466. Araz çayının solu, Arazın sol sahilinin yüksəkliyi 600 metrdən artıqdır. Çox sağ ol. Davam edirik üçüncü qrup. Deməli, Talış dağları Respublikada Cənub-Şərq qurtaracağında yerləşir. Kömürköy və Qız Yurdu Talış silsiləsində yerləşir. Kömürköy 2493, Qız Yurdu 2433 zirvədir. Böyük Qafqaz Baş Qafqaz silsiləsinin Babadağ 3629 metrdir zirvəsinə qədər olan hissəsini kəskin parçalanmışdır. Daha hündür və ən yüksək zirvələr burada yerləşir. Araz çayının solu. Araz çayının sol sahilində yüksəkliyi 600 metrdən artıq olan Araz boyu mavi düzənliklər uzanır. Tamamlandı. Təşəkkür edirəm. Dördüncü qrup. Kiçik Qafqaz yüksək zirvəsi Qapıcı 3400 metr silsiləsində yerləşir. Necə? Kiçik Qafqazın? Kiçik Qafqazın yüksək zirvəsi Qapıcı 3400 metr. 3904 olmalıdır. 3904 metr silsiləsində yerləşir. Qafqaz silsiləsində yerləşir. Talış dağları Respublikamızın Cənub-Şərq qurtaracağında yerləşir. Böyük Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Sonuncu. Araz çayının solu Sədərək, Şərur, Böyükgöl, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzənlikləri buradadır. Tamam. Təşəkkür edirəm. Lövhədə adı yazılmış zirvələri şagirdlər Azərbaycanın xəritəsinə bir-bir durub yerləşdirəcəklər. Ərazi baxımından harda yerləşdiyini. Buyurun. Adını da denən. Qapıcı, Kiçik Qafqaz. Afərin, davam edirik. O biri qrupdan. Gülay, gəl. Adını denən. Yəni hansı Qafqaza aid olur? Afərin, əyləş. Üçüncü qrup Məryəm. Adın Sədərək. Dördüncü qrup buyurun. Dördüncü qrup buyurun. Nurcan. Birinci qrup bir nəfər nümayəndə hazırlayın. Tufanda, Aha. Kiçik Qafqaz. Tufanda Kiçik Qafqazdadır.
Kiçik Qafqaz deyildi. Tufanda hansı Qafqazdaydı uşaqlar? Böyük. Böyük Qafqaz. Davam edirik birinci qrupla. Birinci qrup. Arzu buyur. Adı. Harda yerləşir? Kiçik Qafqaz. Çox sağ ol, əyləş. İkinci qrup, buyurun. Adı. Aferin. Davam edirik. Dilarə buyur. Biraz cəld olun. Adı. Yox, aşağı yerə qeyd elədilər. Dağıntı olan yerə qeyd elədin. Ay sağ ol. Davam edirik. Dördüncü qrup. Adı. Ay sağ ol. Aferin. Birinci grup. Hüseyin. Adı. Aferin. İkinci grup nümayəndəsi. Adı. Kömürgöy. Harda yerləşir? Talış dağlarında. Düzdür. Üçüncü grup. Meryem gel. Necə? Teşekkür. Dördüncü grup nümayəndəsi buyur. Nigar. Roqdan böyük dağlar. Raqdan zirvəsi Böyük Qafqaz. Düzdür. Əyləş. Bir dənə qaldı. Birinci grup. Qızılboğaz. Hardadır? Kiçik Qafqaz. Düzdür. Təşəkkür edirəm. Son olaraq tapşırığımızın sonu. Çox sağ olun uşaqlar.